Salam, hər vaxtınız xeyir olsun, dəyərli YouTube izləyicilərimiz. Novxanı yolunun üstündə, yerini belə sizə izah edeyim ki, Novxanı yolunun üstündə bir dənə böyük, çox bəzəkli bir ev var ki, çoxlarınız da bilirsiniz ki, kimin evidir? Həmən evin yaxınlığındadır. Ümumiyyətlə, bu evin məhəlləsində demək olar ki, hamısı tanınmış şəxslərdir. Kupcalıdır, evin də torpağında kupcası var. Videonun sonuna qədər izləsəniz, bütün məlumatlarından xəbərdar ola bilərsiniz. Ümumilikdə 3,2 sot torpaq sahəsindədir. Yerdən də 4-5 daş kürsüdə tikilib. Evin həyəti kermogranit daşlarla döşənilib. Qonşunun pəncərəsinin ön hissəsi bağlanıb, həyət qətiyyən görsənmir. Evimizin də heç bir zabora bitişiyi yoxdur. Sağından, solundan və arxa tərəfindən zabordan geniş məsafəsi saxlanılaraq tikilib. Sənədləri evin torpağın kupcası, qazı, suyu, işığı daimidir. Sayğaçlarının hamısı var. Həyətində 2 metr dərinlikdə hovuzu var. Bu da evimizin digər tərəfdən olan görünüşü. İndi isə keçək evimizin daxilinə. Ev əşyalı satılır. Videoda nə əşya görsəniz, satış zamanı evin daxilində qalacaq. Dəhliz sistemlidir. Kuxna studio şəklində dizayn olunub. Yəni, izah edeyim ki, qonaq otağı ilə mətbəxi birlikdədir. Evin ümumi sahəsi 100 kvadrat. Hər bir tərəfindən də kamera sistemi ilə təchiz olunub. Bura mətbəx sistemimizdir. TV stentinə qədər hamısı yığılıb. Mətbəx mebeli var, satış zamanı bu da qalır. Otaqlarda mebel dəstləri var ki, yeni yığılıb. Amma evdə yaşayış olmuyor. Mebellər hələ istifadə olunmuyor. Bura hamam sanitar qovşağımız, bütün aksesuarlar var. Evin altı beton, üstü kəmər, dörd bir tərəfi qoşadaş. Bu yataq otağı. Əziz izləyicilərim, qiyməti isə 120.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılar olsa, qiymətdə də endirim olunacaq evin sahibi tərəfindən. Əlavə nə suallarınız olsa, buyurub zəng edərək məlumat ala bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.